Rəsul bəy, artıq bir həftəyə yaxında Amerikadasınız, Birləşmiş Ştatlarda, Vaşinqtondasınız. Vaşinqtona səfərinizin məqsədi nədən ibarətdir? Vaşinqtona səfərin məqsədi əsasən burada deməli iki tərəfli görüşlər keçirməkdir. Həm ABŞ hakimiyyətini təmsil edən şəxslərlə, həm belə deyək, dövlət qurumları ilə, həm də beynəlxalq qeyri-hökumət təşkilatları ilə, hansılar ki, insan haqları ilə məşğuldurlar, o cümlədən də Azərbaycandan xüsusi diqqət ayırırlar. Yəni, bu görüşlərdə də məqsəd əlbəttə ki, ölkədə olan mövcud vəziyyəti bir daha müzakirə etmək, hansı çıxış yolları ola bilər, nələr edə bilərik, nələr dəyişdirə bilərik kimi məsələlər ətrafında olub. Düşünürəm ki, lazımlı bir səfər idi və şadam ki, buradayım. Spesifik olaraq kimlərlə və harada görüşmüsünüz və ümumilikdə mövzular nədən ibarət olub? Spesifik olaraq demokratiya mı, ümumilikdə yoxsa seçkilərmi? Deməli, görüşlərə biz dünəndən başlamışıq və yəni görüşdüyümüz qurumlar arasında deməli, ABŞ Dövlət Departamenti olub, Vaşinqtonda yerləşən və demokratiya məsələlərinə belə deyək, maliyyə və digər yardımlar ayıran donorlarla görüşlər olub. Bugün də burada deməli Azad tərəfindən təşkil edilən konfransa qatılmışıq və həm günortadan sonra, həm də sabah daha digər görüşlərimiz olacaq və müzakirə mövzuları əsasən ümumi mövzulardır, yəni xüsusi bir spesifik məsələ yoxdur. Həm seçkilər də var, ümumi demokratik dəyişikliklər üçün lazım olan addımların belə deyək, analiz edilməsi də var, mövcud vəziyyətin və son günlərdə baş verən hadisələrin belə deyək, yenidən diqqətə çatdırılması da var. Yəni, mövzular geniş və spektr əhatə edir. Görüşdüyünüz şəxslər və yaxud da qurumlar Azərbaycandakı vəziyyətlə bağlı hansı fikirdədirlər? Sevindirici hal odur ki, diqqətsizlik yoxdur. Yəni, istər belə deyək, seçkilərin özündən, belə deyək, seçki günündə baş verənlərdən asılı olmayaraq, o cümlədən o seçkidən sonraki belə deyək, dövrdə baş verən hadisələrin mahiyyətindən asılı olmayaraq, Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyətinə diqqət var. Bu sevindirici haldır. Fikirlər isə müxtəlifdir. Yəni, belə deyək, vəziyyəti yaxşı bilənlər də var, vəziyyətin daha yaxşı çatdırılmalı olduğu adamlar da var, vəziyyətin yaxşılacağına inananlar da var, vəziyyətin pisləşəcəyinə və ona görə də daha effektiv adımların atılmasının zəruri olduğunu hesab edən şəxslər də var. Yəni, fikirlər də müxtəlifdir, amma belə deyək, müqayisə etsək, çoxluq o fikirdədir ki, bəli, həqiqətən də vəziyyət elə də ürəkəçən deyil. Xüsusən də İlham Əliyevin 3-cü müddətə prezident belə deyək, səlahiyyətlərinə başlaması ciddi narahatlıq doğurur və təəssüflər ki, proqnozlar yaxşı şeylərin deyil, daha çox negativ hadisələrin baş verəcəyinə deməli, işarə edir. Amma yəni, qabaqcadan da hər şey bilmək olmur. Məncə, biraz daha gözləyib vəziyyətə baxmaq lazımdır. İnsan haqları fəalı kimi ümumilikdə seçkidən sonraki bugünkü durumu necə qiymətləndirirsiniz? Bir dəyişiklik varmı? Dəyişiklik yoxdur. Yəni, ümumi vəziyyət ondan ibarət ki, son 5-6 illə Azərbaycanda insan haqlarının pozulması istiqamətində məhz sistematik pozuntular baş verir. Yəni, Azərbaycan hakimiyyəti çox vaxt istinad edir ki, digər ölkələrdə də problemlər var, orada da pozuntular olur, amma bunun sistematik olub-olmaması məsələsi var. Təəssüflər olsun ki, Azərbaycan həmin o sistematik pozuntuların törədildiyi ölkələr sırasındadır və bu bizi narahat edir. Yəni, həm insan haqları fəalı kimi, həm ölkə vətəndaşı kimi, ölkənin belə bir gənc vətəndaşı kimi mən düşündürücü məqam ondan ibarətdir ki, insan haqlarının vəziyyəti, demokratiyanın inteqrasiyanın vəziyyəti bu şəkildə qalarsa, yəni, olduğundan da daha ciddi negativ hadisələr, məsələlər üzə çıxa bilər. Ona görə vəziyyəti ürəkəçən qiymətləndirmirəm, vəziyyətin ağır olduğunu düşünürəm. İstər siyasi məhbus məsələsi ciddi narahatlıq doğurur,
istər sərbəst toplaşma və birləşmə azadlığı ilə bağlı ciddi problemlər var. Mülkiyyət hüquqları ilə əvvəlki illərdə mövcud olan problemlərin daha da qabarıq şəkildə yəni üzə çıxma ehtimalı böyükdür. Siyasi münasibətlər baxımından yəni mövcud hakimiyyət öz hakimiyyətini maksimal dərəcədə uzatmaq üçün bütün qanuni və qanunsuz yollara əl atır. Debat, müzakirə, telekanallarda siyasi pluralizm atmosferi tamamilə mövcud deyil. Yəni bu faktorların detallarına varmadan artıq bəyan edə bilərik ki, vəziyyət kifayət qədər acınacaqlıdır.